Aberdin Angus. Bu buynuzsuz, xırda gövdəli heyvanlar Şotlandiyanın Angus və Aberdinshire bölgələrindən olan malqaranın çarpazlaşdırılması yolu ilə əldə edilir. Əslində bu səbəbdən onların tam adı Aberdin Angus kimi qeyd olunur. Qara Angus ən çox yayılmış və orijinal Angus cinsidir. Qırmızı Angus, qırmızı gen seçimi ilə qara Angus cinslərindən əldə edilən yeni bir cinsdir. 1954-cü ildə cins sort kimi qəbul edilən Red Angus istiliyə davamlılığı ilə digər cinslərdən seçilir. Xarici görünüşü ilə digər inək növlərindən asanlıqla seçilən Angus inəkləri özünə məxsus fiziki keyfiyyətləri ilə diqqəti cəlb edir. Qara və qırmızı rənglərdə çeşidlər var. Angusun həm erkək, həm də dişilərinin buynuzları yoxdur. Buynuzlu cinslərlə çarpazlaşsalar belə buynuzsuz nəsillər verirlər. Dominant gen dominant olaraq qalır. Onun döşləri nizamlı bir quruluşa malikdir. Onların uzunömürlü olduqları məlumdur. Analıq instinktləri yüksək olan heyvanlar sürüyə asanlıqla uyğunlaşırlar. Sakit təbiətə malikdir. İnsanlara qarşı utancaqlıq göstərir. Başı kiçik, alnı genişdir. Ayaq sümüklərinin qısalığı diqqəti çəkir. Bununla belə ayaqların ət tutma qabiliyyəti yüksəkdir. Sərt hava şəraitinə davamlı inəklər müxtəlif coğrafiyalarda yetişdirilə bilər. Ətində yağ əzələ lifləri arasında 6-7 nisbətində paylanır. Digər cinslərdə bu nisbət 35-36% çatır. Qışda 30 dərəcəyə qədər davamlıdır. Yayda 30 dərəcədə inkişaf etməyə davam edir. Cinsin ən mühüm üstünlüklərindən biri onun güclü uyğunlaşma qabiliyyəti və ətraf mühitə asanlıqla uyğunlaşma qabiliyyətidir. Angus malqarası hətta yaşlı yaşlarda dana verə bilir. Yetişdiricilər üçün hətta köhnə inəklərin damazlıq mal kimi istifadə edilməsi çox vacibdir. Angus inəkləri asanlıqla bala vermək qabiliyyətinə malikdir. Başları kiçik olduğu üçün doğuşda üstünlüyü var. Angus hətta doğuşu asanlaşdırmaq üçün çarpazlaşmada istifadə edilə bilər. Yüksək ana keyfiyyəti və asan doğulması səbəbindən buzov ölümləri çox nadir hallarda baş verir. Ət cinsləri arasında yer alan Angus südlük inəklər arasında deyil. Həm ətindən, həm də südündən faydalana biləcəyiniz bir heyvan istəyirsinizsə, Angus seçməməlisiniz. Heyvanların məhsuldarlıq xüsusiyyətləri aşağıdakı kimi ümumiləşdirilir. Angus inəklərinin quru hündürlüyü erkəklər üçün 140-145 sm-dir, dişilərdə 132-140 sm ölçülür. Diri çəki kişilər üçün 1000-1100 kiloqrama bərabərdir. Dişilərin diri çəkisi 650 ilə 700 kilo arasında dəyişir. Buzovların doğum çəkisi 39 kiloqram olaraq görülür. Az xərclə yetişdirilə bilən cins sayılır. Onun davamlılığı və yüksək yem çevrilmə nisbəti yüksək məhsuldarlıq deməkdir. Yalnız 300 kiloqram ağırlığında normal inəyin yemi ilə Angus inəyi 1,5 tona qədər çəkiyə çata bilər. Onun məhsuldarlığı yüksək hesab olunur. Keyfiyyətli karkas məhsulu vəd edir. O, yalnız baldırına kifayət qədər süd verə bilir. Buzovlar doğuşdan qısa müddət sonra ayağa qalxaraq baxım ehtiyacını azaldır. Üstəlik, inkişaf etmiş analıq qabiliyyətləri sayəsində analar öz övladlarına adekvat qayğı göstərə bilirlər. Balalar sürətlə böyüyür. Buzovlar zəif doğulsalar da süddən kəsilmə çəkisinə 205 gündə çatırlar. Otlaqlarda ət məhsuldarlığı 55%, intensiv kökəlmə şəraitində isə 75% hesablanır. Angus malqarası ilə bağlı ən çox görülən narahatlıq inək xəstəlikləridir. Məlumdur ki, heyvanlarda AMNHC kimi bəzi resessiv genetik xəstəliklər var. Hereford, Simmental və Holstein inək cinsləri kimi bəzi qara və qırmızı Angus cinsləri də osteoporozun daşıyıcısıdır. Mərmər sümük kimi də tanınan bu xəstəlik qısaldılmış şəkildə AS kimi tanınır.